Bugünkü bizim birinci Dadaşvi kanalında ilk dərsimiz Windows serverin tanışlığı barəsində olacaq. Ümumiyyətcə server nədən ibarətdir, neçə cür növləri var, onlar barədə danışmaq istəyirəm. Yəni ki, çoxlarınız artıq serverin necə işləyəcəyini hamınız yaxşı bilirsiniz. Bilməyənlər üçün demək istəyirəm. Deməli dostlar, server, yəni bildiyiniz kimi şəbəkədə istifadəçilərə müəyyən xidmətlər göstərən bir kompüter avadanlığı və ya proqram deyil. Serverin də növləri var. Hardware server, yəni fiziki server və software, proqram tərəfdə istifadə olunan. Serverlərin də növləri mən barəsində demək istəyirəm sizə. Bildiyiniz kimi file server var, yəni FTP. Web serverlərimiz var bizim, Apache, Nginx və digərləri. Və email serverlərimiz var bizlərin, yəni Outlook'dur, Gmail'dir, belə deyək, Yahoo'dur, Outlook'dur, fərqi yoxdur. Və şəbəkəni idarə etmək üçün, yəni domain kontrol serverlərimiz də var. Və oyun serverlərimiz, yəni məsələn PUBG-dir, Counter-Strike-dir, nə bilim Free Fire-dir və digərləridir. Və birincisi gəlin başlayaq, serverin nədən ibarətdir. Yəni içi bəzilərinə maraqlıdır ki, belə qıraqdan baxırıq ki, kvadrat olan bir şeydir. Amma çoxları fikirləşir ki, görsən onun içi adi, biz bildiyimiz kompüter kimidir, bəlkə nəsə əlavə bir özəlliyi falan var, bəlkə hansısa bir əlavə avadanlığı var. Mən o barəsində sizə demək istəyirəm. Deməli, yoldaşlar, birincisi server əsas məsələsi onun CPU-sudur. Yəni Central Processor Unit. Belə deyək, slide açım mən sizin üçün. Baxın, əsas komponentlərdir. Birincisi serverdir. Serverlərdə də CPU-da prosesor, yəni prosesoru AMD EPYC və Intel Xeon olur. Yəni onlarda Core i5 3 söhbəti yoxdur. 64 nüvəlik də olur, 32-lik də olur. Operativ yaddaşı gələndə RAM-a minimal serverlərdə 16-dan 1 TB-a qədər olan SSD yaddaşı. Əslində RAM 2 cür olur, onlarda SSD var, non-SSD. Onlara mən inşallah gələcək dərslərdə sizə keçəcəm. Və onların belə deyək, storage-ləri barəsində çoxları elə bilir ki, serverlərin içində ancaq bildiyimiz hard disklər olur, xeyr. SSD də olur, NVMe də olur, SATA da olur, HDD də olur, RAID kontrollerlər və SAS disklər də olur. Bax, gəlin mən sizə burada şəkilləri yükləmişəm. Baxın, bu bildiyimiz Dell'ın SAS diskidir, görürsünüz. Serverə, məsələn, bu neçədir? 12 GB-dır, 1.8 GB, 10 GB qədər read and write var. Gördüyünüz kimi, baxırsan ki, belə adi hard disk oxşayır. Amma daxili görünüşdən biraz başqa cürdir. Fərqi də nədir? Gəlin mən sizə göstərim. Çoxlarınız yəqin bu hissəni tanıyırsınız. SATA deyilən bir yerdir. Hard disklərdə, SSD-lərdə SATA-dır. Baxın, bizdə necədir? Bir Pitania SATA uzun hissəsi keçir bu hissəyə, balaca hissəsi keçir bu hissəyə. Amma SAS diskdə bildiyiniz kimi hamısı bağlıdır və burada onun perikodniki var ki, o serverin slotuna rahat keçə bilsin. Fərq özəlliyi ondadır. Daha sonra isə hər server üçün ana plata var, Dell-inki var, Lenovo-inki var, HP-inki var, cürbəcür firmalarınki var. Network interface'lər, deməli, Dell-lərlə HP-lərdə bilirsiniz, Allo və iDirect Network interface kartları var və bunlarda 1, 10, 40, 100 gigabitə qədər NIC, yəni Network interface kart, yəni olur. PCU əslində serverdə bildiyiniz kimi enerji təchizatı çox önəmli bir rol oynayır. Çünki server elə bir avadanlıqdır ki, o dayanmadan 24 saatlarla, həftələrlə, aylarla işləməlidir və onun üçün də həmişə UPS-lərlə təchizat olunur və soyutma sistemi, güclü ventilatorlardır. Bəli, indi təzələrdə artıq sulu, belə deyək, maye soyutma sistemi də artıq mən görmüşəm internetdə. Termopassas öz yerində. Server qabı, yəni bildiyimiz rəqabim var, Tower və Blade formalarında ola bilər. Tower, indi bəziləri soruşur ki, yaxşı, tutam ki, mən server qurmaq istəyirəm, hansını məsləhət görürsünüz?
Birincisi ilk növbədə qurduğunuz yerin infrastrukturasına, oranın büdcəsinə baxmaq lazımdır. Tower server nədir? Bax, Tower serveri mən sizə şəkilini göstərim. Bu bildiyiniz Dell şirkətinin Tower serveridir. Gördüyünüz balaca bir pisiyə oxşayır, amma server. Bu var, gördüyünüz SAS disklərdir. Bu aşağıda olan. Bu arada DVD-ROM yeri və içində RAM-ı hamısı var. Tower serverlə kiçik müəssisələr üçün 25-100 nəfərə qədər istifadəçilər üçün təchiz olunub. Yəni balaca bir tutam ki, bir anbarınız var, belə deyək, və yaxud da balaca bir, nə bilim, restoran kimi bir yeriniz var. Durub o belə rəqabin qurmayacaqsınız ki, balaca bir server olsa belə, yəni yetərlidir. Daha sonra rəq server, yəni rəqabin bildiyimiz bizim, yəni gəlin mən sizə şəkilini göstərim burada. Rəqabin server deyilikdə, bax gördüyünüz kimi ölçülərə görə bunun razmerləri var. Və ona uyğun, misal üçün, balacası da var, böyücü də var. Baxın, siz oraya neçə dənə avadanlıq qoyacaqsınız. Baxın, siz oraya neçə dənə server qoyacaqsınız. Yəni, baxın, sizin infrastrukturunuz 19-luq var, məsəl üçün, 42-lik var, 30-luq var. Baxır, artıq o infrastruktur, yəni internetdə olan razmerləri var. Daha sonra isə keçirik Blade serverə. Blade server, yoldaşlar, belə bir şeydir. Yox, üzrsən, bu Tower'dır. Baxın, Blade server, Blade yəni ingiliscə tərcümədə ürgüc kimi gedir də. Blade xüsusi belə bir server göz ancaq SAS disklərdir. RAID də ola bilər, hard disk də ola bilər, SSD də ola bilər. Bu xüsusi şkaflara, yəni rəqabin kimilərə, onun içinə qurulur və ancaq burada məlumatlar, belə deyək də, storage-lərdir, datalardır, hamısı burada saxlanılır. Yəni bunun ölçüləri cürbəcür olur. Siz sadəcə yenidən infrastruktura görə bunu böyük də qoya bilərsiniz, balaca da qoya bilərsiniz. Məsəl üçün, bu da Dell-in bir serveridir. Bu isə, bu da Blade gedir əslində. Bu onun balaca formasıdır. Sadəcə olaraq görürsünüz, burada da məsəl üçün 3, 6, 9, 12 dənə məsəl üçün storage var bunun. Bunun üçün 12 dənə bəs eləməsə, siz əlavə bir dənə də qoya bilərsiniz. Məsəl üçün, bu Dell Power Edge-indir. 750-likdir bu. Cürbəcür baxır infrastrukturunuza uyğun qoya bilərsiniz. Yəni əsas fərqləri budur, belə deyək. Və ondan da başqa yoldaşlar server, belə deyək. Bildiyiniz kimi serverə əməliyyat sistemi yazmaq mütləqdir. Windows serverdə yaza bilərsiniz, Linux-da yaza bilərsiniz, Unix-də yaza bilərsiniz. Əməliyyat sistemi bu üçündən birini siz istifadə edə bilərsiniz. Server proqramları, web serverlər, bayaq kimi dediyim kimi Apache, Nginx, IIS, database serverlər də var. MySQL, Postgre, Microsoft SQL Server, file serverlər Samba, FTP, NFS və hipervizasiya, VMware ESXi, Microsoft Hyper-V, Proxmox da var. Domain controller Active Directory-də, onu biz keçəcəyik. Windows serverə aiddir. Poch serverlərdə Microsoft Exchange, Postfix Exchange, yəni Outlook-a aiddir. SMTP serveri ilə işləyir. Gmail-in də öz serveri var, Yahoo-nun da var, Yandex-in də var. Əlbəttə ki, server qurulanda təhlükəsizliyi də yaddan çıxartmayaq. Firewall, antiviruslar, IDS, IPS-lər və uzaqdan idarə etmək üçün bizə təbii ki, SSH, RDP, monitoring üçün də mən həmişə ən çox belə bəyəndiyim Zabbix-dir. Zabbix həmişə test eləmişəm, yəni yaxşıdır. Daha sonra isə yoldaşlar, dediyim kimi xarici komponentlərdən biz dedik ki, deməli fasiləsiz üçün UPS, load balancer, router falan, o heç o öz yerində. Yəni serveri işlətmək üçün ilk növbədə serverin özünün daxili qurulması lazımdır. Xarici komponentlərə gələndə switch lazımdır, router lazımdır, load balancer da, yəni serverinə yüklənməməsi üçün də onu update tənzimləyirsiniz ki, yəni server daimi stabil işləsin. Ehtiyatlandırma, dediyim kimi, şəbəkə, yəni şəbəkə öz yerində, UPS öz yerində və soyutma sistemi. Data centra serverlərin yerləşik təhlükəsiz soyuda enerji təmin olması fiziki məkan. Məsələn, mən bir data centrdə tanıyıram ki, əlavə soğutmadan başqa yuxarıdan kondisionerlər də vurur ki, qızma falan olmasın. Yəni belə deyək ki, serverin güclü işləməsi üçün sizə CPU, RAM, disk 3-ü lazımdır. Məsəl üçün siz Intel Xeon da qoya bilərsiniz. 64, 128 GB ora RAM da qoya bilərsiniz. Disklərlə 1 TB, 10 TB baxır artıq sizin belə deyək büdcəyə.
Xüsusi əməliyyat sistemi, yəni Linux-da yaza bilərsiniz, Windows Server-də yaza bilərsiniz, Unix-də yaza bilərsiniz. Daha sonra isə belə deyək, məsəl üçün sizdən soruşurlar ki, siz məsəl üçün bilmək istəyirsiniz ki, mən məsəl üçün serveri quranda, misal üçün mən orada bir database məsəl üçün qurmaq istəyirəm, SQL server və yaxud da MySQL server. Mənim üçün orada bu komponentlər üçün hansını yəni nəyə bilməliyəm. Misal üçün gördüyünüz kimi mən burada yazmışam ki, database üçün RAM və SSD var. Çünki data var, bildiyiniz kimi həddindən artıq böyük olur. Bütün məsəl üçün bir şirkətin dataları hamısı bir serverdə yerləşirsə, təbii ki, o emal eləmək üçün sizə RAM və sürətli SSD lazımdır. RAID də qura bilərsiniz. Məsəl üçün web server. Yüksək tezlikli CPU, yaxşı şəbəkə ötürmək, yəni şəbəkə daimi olmalıdır. Çünki biz web server deyəndə axırda yəni belə də məntiqə uyğun gəlir ki, artıq web üzərindən ya internet üzərindəndir. Virtual serverlərə isə, yəni Hyper-V-lərə CPU təbii ki, çox lazımdır. RAM və hipervizasiya proqramları. Məsəl üçün biz adi VMware-də yazanda görürsüz, RAM-ı orada çox halda bilirik ki, ESXi-da, məsəl üçün Windows Server-də stabil, sürətli və daimi işləsin. Daha sonra isə mən sizə serverin növlərindən sizə dedim və bəziləri soruşur ki, yaxşı, mən tutalım ki, məsəl üçün serverdə yaratdım, orada nə edə bilərəm, nə üçündür? Baxın, mən burada sizin üçün hamısını yazmışam, qrupa da göndərmişəm, yenə də hər ehtimala qarşı izah edirəm. Baxın, deməli, birincisi məqsədə və funksiyalara görə ən əsas bölgü. Web server. Web serverdə internetdə web səhifələri HTML, CSS, JavaScript faylı istifadəçiyə çatdırmaq. Nümunə: Apache, Nginx, Microsoft Internet Information Services. Daha sonra tutalım ki, database servisimiz var. Məlumatları struktur şəkildə saxlamaq, idarə etmək və sorğulara, querylərə cavab vermək. MySQL, Postgre, Microsoft SQL Server, Oracle Database. Fayl serverlərimiz bizim. Məsəl üçün, şəbəkə ofis daxilində fayl var. Tutalım ki, bizim böyük bir infrastrukturumuz var və fayllarımız, datalarımız çoxdur. İndi biz bir gəlib kiməsə deyə bilməyəcək ki, falan faylı mənə e-maillə göndər. Tutalım, mən evdə deyirəm, mən evdən remote işləyirəm, mənə göndər. Əlbəttə ki, bu hamısı vaxt itkisidir və serverlərdə fayl server, onlar da keçəcək inşallah. Qovluqlar yaradılır və istifadəçilərə yetki verilir. Kimsə ora kopyalaya bilər, kimsə orada ancaq açıb baxa bilər, kimsə məsəl üçün müdaxilə eləməmək üçün orada permissionlar var. Onların hamısını mən sizə göstərəcəm. Yəni file server onun üçündür. Məsəl üçün FTP, Samba, NAS cihaz, NAS storage-lər, network attached storage-lərdir. Proqram serverləri, məsəl üçün istifadəçinin işləm mühiti yaratmaq üçün Java, məsəl üçün Tomcat, Apache, Microsoft .NET Framework, yəni bu developerlər əslində aiddir. Pod serverlərdə, yəni dediyim kimi SMTP, POP-IMAP saxlamaq, yəni Microsoft Exchange-dir. Tutalım ki, sizin şirkətdə Outlook var. Yəni iş şirkətlər bir-birlərinə təbii ki, mail göndərmək üçün nə etmək lazımdır? Birincisi ona Exchange server qaldırmaq lazımdır ki, artıq şirkətin də bəli bir e-maili olsun. Düzdür, indi hal-hazırda artıq Exchange server elə də məşhur deyil. Çünki hal-hazırda Microsoft Azure-da bütün bilirsiniz də funksiyalar artıq Azure-da istifadə olunur. Düzdür, instansiyaları baha olduğu üçün bəziləri lokal Exchange serverə üstünlük verirlər. Oyun serverlərdə dediyim kimi, misal üçün server yaratdınız, hamısı qoşuldu, oynanıldı, ping, FPS stabildir, Minecraft, Counter-Strike və cürbəcür belə deyək oyunlar. Daha sonra mən bayaq sizə deyim, Tower serverin, Rack serverin, Blade serverlərin fərqləri nədir? Yəni burada hamısı qeyd olunub, hansı neçənci unit olan rəqabin üçün uyğundur. Neçəcə, misal üçün, Tower dediyim kimi balaca yerlərdə istifadə olunur. Daha sonra isə bunları yerləşdiyi mühit və texnologiyalara görə fiziki server bare metal. Yəni bir əməliyyat sistemi birbaşa fiziki avadanlıq üzərində işləyir. Tam resursa bir tapşırığı xidmət yetirir. Məsələn, bir serverimiz var, tutam ki, yekə bir serverimiz. Ora siz Windows serveri yazıb GUI və ya Core versiyasını istifadə edə bilərsiniz. Virtual serverlər bildiyimiz, yəni belə deyək, Oracle VirtualBox, VMware Workstation, Hyper-V. Bulut serverlərimizdə, yəni bildiyiniz kimi Amazondur, Azure'dur, Alibabadır, Google Cloud'dur, Yandex'dir.
Yəni siz cloudda da qaldınız. Düz orada hər instansiya biraz bahadır deyə çox var elə VMware üzərində işləyir. Və xüsusi məqsədlər üçün belə adamlar, elə bir şirkətlər var ki, deyir ki, mənə çox güclü bir serverlər lazımdır. Məsəl üçün, əgər siz bir gözəl bir server, bir yüksək bir server qaldırırsınızsa, bunlara fikir verməlisiniz. High performance computing, yəni elmi təhqiqatlar, mürəkkəb üçün, o üçün belə deyək də, alqoritm falanlar üçün HPC belə deyək tipində serverlər yığmalısınız və onun təbii ki, load balancingi də olmalıdır. Ondan başqa onun serverləri də olmalı, NGX-də ola bilər, Haprox-da ola bilər, terminal serverlərdə. Məsəl üçün, nəsə olub serverə və yaxud da mən hansısa bir resursuna daxil olmaq üçün mən ona RDS, yəni Remote Desktop server, onun üçün də əlavə terminal server qaldıb istifadə eləmək lazımdır. Və baxın, yenə də bayaq kimi bu diaqrammadır. Bu nə üçündür? Serverləri bayaq mən sizə dedim də, rack server, virtual serverdə nümunələri, yəni özəlliklərini mən bu qrafada sizin üçün qeyd eləmişəm. Və belə deyək, bugünkü bizim dərsimizdə əlavə olaraq belə deyək, Windows server olacaq. Mən birinci fikirləşdim ki, Windows Server 2025 keçim. Bəzi yoldaşlarla Azərbaycandan, xaricdən məsləhət edim. 2025 hələ tam özünü doğrultmadığı üçün yoldaşlar, mən sizə onu hələ tam keçə bilmirəm. Məsələ nədir? 2025-ə bəli, yeni belə deyək, featureslar, rollar əlavə edib. Məsəl üçün, istifadəçi elə eləmək olar ki, USB portları bloklasın. Qabaq onu infosec təhlükəsizlik eləyə bilir. Palo Alto üzərindən. Amma Windows serverdə o özəlliyi artırıb. Daha doğrusu şəbəkəyə artıq qrup polisi tətbiq eləmək olur. Qabaq məsələn hansısa bir istifadəçi eləmək olur. İndi hansısa bir şəbəkə üzərindən də eləmək olur. Yeni rolları yaxşıdır. Çoxdur. Sadəcə olaraq hələ trial modunda deyə çox vaxt bəzən buglar, errorlar çıxır deyə deyirlər ki, hələ məsləhət deyil onu keçmək. Hal-hazırda bu dəqiqə stabil olan, artıq 16, 12, 16, 19 artıq o belə deyək, supportu bitdiyi üçün şirkətlərin hardasa 70-80% mənim analizimə görə 2022 istifadə edir. Bəziləri də 22-dən paralel olaraq 25-i də rezerv yazıb var ki, İraq olsun, 22-də məsəl üçün fault tolerance olsa, 25-də məsəl üçün bilsinlər ki, hə, biri işləyir, biri deyəndə biri işləyir. Bildiyiniz kimi Windows Server 2022-nin növləri var. Data Center var, standart var, desktop'u var, növlər var, GUI var, Core var. Mən bu günləri sizə birincisi 2022 Data Center haqqında danışmaq istəyirəm ki, onun özəlliyi nədir? Birincisi, mən həmişə VMware server qaldanda 2022, 25 fərqi yoxdur, 19-da Data Center-a mən çox üstünlük verirəm. Niyə? Birincisi, Windows server, gəlin mən o diaqrammanı göstərim sizə. Baxın, Windows serverin növləri. Deməli, birincisi başlayıram Essentials-dan. Essentials-da, yəni bir server tutam siz qurmuşsa, ora Windows server yazmışsa Essentials. 25 dənə istifadəçidən çox artıq nə domain join üzv oluna bilir, nə hansı bir resursdan istifadə edə bilmir. Hə, bir dənə virtual maşın qaldıra bilərsiniz. Hot patching yoxdur, failover clustering yoxdur. Gördüyünüz kimi storage spaces direct yoxdur, shared VM machines yoxdur. Gördüyünüz ki, Azure Architect-də məhdud, lisenziya model server və qiymət ən ucuzdur. Amma ucuz olmağına baxmayaraq, görürsünüz, çox biz funksiyalardan yararlana bilmirik. O, yəni belə deyək də, balaca bir yerlərdir. Tutam ki, sizin balaca bir şəxsi bir biznesiniz var, bir 20-25 dənə user'ınız varsa, tamam, onu istifadə edə bilərsiniz. Amma böyük korporativ yerlərə Essentials yəni əl verməyəcək, yəni yaramayacaq. İkinci versiyası Windows Server standartın. İstifadəçi limitsiz, çox gözəl. Virtual maşın 2 dənə verir. Hot patching, failover clustering verir. Storage spaces məhdud sayda verir. Shells, VMs vermir. Software Defined Networking əsas və mənbədən götür. Azure-la inteqrasiyası var. Lisenziya model per core, yəni hər core-a görə, hər bir elementə görə ödəniş eləmək lazımdır. Qiyməti ortadır. Data Center, bəli, ən çox belə deyək, dəyər, qiymət verdiyim versiyası. Baxın, user limitsiz, yəni balaca, böyük, lap böyük, korporativ
şirkətiniz olsa belə, userda limit deyilən bir şey yoxdur. Nə qədər istəyirsiniz VM qaldıra bilərsiniz. Hot patching, failover clustering, storage directions, child, Azure-la birbaşa inteqrasiyası, düzdür, burada da lisenziya per kod, amma bahalıdır. Amma bahalı olmağına baxmayaraq siz həmən o effekti, həmən o keyfiyyəti hiss edirsiniz. Və Windows-un Azure Edition-ı var. Birbaşa Azure-la inteqrasiyası olan. Yəni Azure-da virtual maşın qaldırmaq, Microsoft Azure-da. Orada da user limitsizdir. Virtual maşınlara isə Microsoft Azure nəzarət edir. Yəni bir instansiyanı qaldırdıqsa, o birisini artıq qaldıranda hamısını Azure baxır ki, bu qiymətədir, bu qiymət. Orada hər bir elementin öz qiyməti var. RAM qaldırırsınız, Azure deyir bu qədər. Nə CPU qaldırırsınız, Azure. Biraz düzdür, pulludur, belə deyək. Firewall və clustering SLA üzərindən gedir. Storage, Azure-un öz diskləri var. Orada siz artıra bilirsiniz, azaldıra bilirsiniz. Məsələn, 500 GB verin, 1 TB verin. Shard VMs Azure-un öz belə deyək, təhlükəsizliyi var. Onu da əlavə quraşdıra bilərsiniz. Azure Networking də qura bilərsiniz. Məsələn, serveri var, mən əlavə bir creator-da, instansın içində bir VMnet də qaldıra bilərsiniz. Azure Architect Native-dir. Pay-as-you-go, yəni hər elementə, hər user'a görə, hər bir instansiyaya görə siz ödəniş eləməlisiniz. Texniki qiyməti bu ödənişdir. Yəni Azure-da məsəl üçün mən bildiyim qədər bir aylıq $200 sizə kredit verir. Yəni nə deməli siz $200 orada hansısa bir serveri istifadə edə bilərsiniz. Yəni nə deməli tam $10 verdim bir CPU-ya, $50 verdim nə bilim RAM-ına və artıq $200 olanda siz əlavə instansiyalar qaldıra bilmirsiniz. Məsəl üçün siz RAM-ı 2 qoymusunuz orada, amma görürsünüz ki, cloud-da nəsə həmən o effekti vermir. Əlbəttə ki, RAM-ı artırmaq siz sadəcə ki, ödəniş elə. Yəni orada hər bir element orada ödənişidir. Şəbəkə qaldırmaqdır. Bəzi düzdür, pulsuz resurslar da var. Çünki Azure bu dəqiqə elə bir bulud texnologiyasıdır ki, orada SQL-i də var, Azure Network-ı da var, virtual maşını da var, Office 365 də var. Yəni qabaq məsəl üçün necə idi? Tutalım ki, biz Microsoft Office paketi yazırdıq və rek belə deyək də lisenziya vururdıq, hə, getdi. Amma indi sizdə artıq şirkətdə istifadəçi çoxdur. Siz orada oturub bir krek vurmayacaqsınız ki, lisenziya birincisi bahadır, büdcəyə uyğun sizin verdiyiniz o şirkət razı da ola bilər, razı olmaya da bilər. İndi məsələ nədir? Office 365 Azure Edition var. Yəni 365 Cloud-da siz istifadəçilərə lisenziya verirsiniz. Orada A1 var, Y1 var, Y3 də var, cürbəcürdür. Teams-ə də lisenziya verə bilərsiniz. Orada məsəl üçün SharePoint-ə də verə bilərsiniz, Microsoft Visio-ya da verə bilərsiniz. Məsəl üçün mən mail istifadə etsəm, mail üçün ayrıca bir lisenziya var. Yəni hamısı belə deyək, ödənişlər əsasında gedir. Məsəl üçün biz adi VMware-də qaldıranda orada görürsünüz, hər şey demək olar ki, biz ödəniş eləmirik. Özümüz qaldırırıq, şəbəkəni özümüz manual veririk, nə bilim, yaddaşı, storage, RAM-ı özümüz. Amma Azure-da hər instansiyaya görə, təkcə Azure-da deyil, yəni AWS-də də elədir, Yandex-də də elə, Alibaba-da da elədir. Hər instansiyaya görə, yəni ödəniş eləmək lazımdır. Məsələn, görürsünüz, pay as you go. Yəni bu o demək, hər instansa görə operasyonun orada belə deyək, büdcənin orada kostları var. Daha sonra isə deməli Windows Server 2022-yə Microsoft təzə nə əlavə edib? Secure Code Server, yəni hardware based təhlükəsizlik, UEFI BIOS-a təhlükəsizlik yeniləyib, HTTPS TLS 1.3-ü şifrələnməni artıb, qabaq yox idi, 1.0-ya 1.2 ilə gedirdi, səhv eləmirəmsə. SMB-də 256-lıq encryption, yəni SMB-də güclü fayl şifrələnməsi var, artıq yəni faylların oradan belə deyək, daha da təhlükəsizdir. Hibrid cloud özəllikləri isə, yəni görürsünüz, yerli serverləri Azure-dan idarə eləmək, yəni inteqrasiya eləmək. VAC var, Windows Server Admin Center, yaxşılaşdırılmış idarə etmə, Azure avtomatlaşdırma. Yəqin bilirsiniz ki, cloud-da avtomatlaşdırma özü böyük bir rol oynayır. Bash, PowerShell, yəni siz onların üzərindən də adam var, hər şeyi manual eləyir. Məsəl üçün Next-lə, nə bilim, New Save-lə. Amma Azure-da artıq script-lə, PowerShell-lə yazanda, məsəl üçün siz userlərə birbaşa avtomatlaşdırıb da şey edə bilərsiniz, script yazaraq
və yaxud da şəbəkədə skriptlə ya da çox şeylər eləmək olur. Və performans yenilikləri isə TCP performance improve 30% daha yaxşı şəbəkə performansı. Bəzən 2022-də biraz şəbəkədə qırılmalar olurdu. Məsələn, DHCP server qaldırsa, amma görürsən ki, heç bir effekti vermir. Storage migration service asan köçürmə alətləridir. Məsələn, buradan ora. Quality of services-də GOS yəqin çoxlarınız eşitmisiniz. GOS ən çox VoIP sistemində, şəbəkədə quality of service, IP telefoniyada falan. Yəni şəbəkənin keyfiyyəti, trafikin prioritizasiyası da gedir. Və yəni gələn dərsimiz inşallah artıq mən sizə özəlliklərini dedim ki, Windows serverdə hansı var, necədir. Məsəl üçün biz inşallah dərslərimizi data center üzərində eləyəcəyik. Və mən sizə inşallah gələn dəfədə GUI ilə Core versiyasında elə belə göstərəcəm. GUI ilə Core versiyasını mən sizə başa salacağım ki, GUI ilə Core-un fərqi nədir, hansı harda istifadə olunur və artıq inşallah bizim gələn dərsimizdə biz VMware üzərindən artıq Windows serveri qurub Active Directory haqqında danışacağıq. Active Directory-in qurulmasıdır. DNS serveri də quraşdıracağıq. Çünki Active Directory quranda DNS serveri qurmaq mütləqdir ki, domenlər join üzv olsun. Bugünlük bu qədər dostlar. Mən sizə qrupa artıq göndərmişəm. Və mən bu PDF-i oturub baxa da bilərsiniz. Nəsə sualınız olsa WhatsApp-a yaza bilərsiniz. Qrupda hamı var. Mənə şəxsiyyətə yaza bilərsiniz. İnşallah gələn dərslərdə görüşmək ümidi ilə.